Allah sizə xeyir versin. Bir nəfər soruşur, bir-birimizi başa düşməyimiz üçün elçi düşmək, nişanlanmaq istədiyim qadınla danışmağım icazəlidirmi? Vallahi qardaşım, bu bir-birimizi başa düşmək məsələsi bir problemdir. Sabah deyəcəksən ki, gəl bir-birimizi anlamaq üçün yanımızda Vəli olmadan restoranlara gedək. Birlikdə çölə çıxaq. Çünki Vəli bizə mane olur və bizi sıxır. Şeytan belə-belə yol tapır. Nişanlı qadın kəbini kəsilmədiyi müddətcə naməhrəmdir. Biz nişanlı qadın dedikdə, hələ kəbini kəsilməmiş qadını nəzərdə tuturuq. Çünki bəzi müsəlmanlar kəbini kəsilmiş, lakin hələ toyu olmamış qadına nişanlı deyirlər. Halbuki o artıq zövcədir. Beləliklə, kəbini kəsilməmiş nişanlı qadın ona elçi düşənə naməhrəmdir. Hətta elçi düşən şəxs başqalarından daha təhlükəlidir. Çünki duyğular yaxındır və arxayınlıq var. Arxayınlıq yarananda ehtiyat hissi itir. İnsanın ehtiyatı itdisə, günaha batması an məsələsidir. İnsan haramla öz arasında bir sipər saxladığı, ehtiyatlı və qorxduğu müddətcə xeyrdədir. İnsan haramdan çəkinməyi buraxsa, ora düşməyə yaxın olar. إذا ذهب حذر الإنسان من الحرام أوشك أن يقع فالخطيب Buna görə də elçi düşən şəxs harama düşməyə başqalarından daha yaxındır. Çünki o, daha yaxın məsafədədir və aralarında emosional bir bağ var. Ona görə də elçi düşən şəxsə nişanlısı ilə yalnız bir naməhrəm kişi ilə qadın arasında icazə verilən hədd daxilində danışmaq olar. Biz danışmağı nə tamamilə qadağan edirik, nə də tamamilə sərbəst buraxırıq. Deyirik ki, naməhrəm qadınla nə qədər icazəlidirsə, o qədər. Şübhə doğurmayan şəkildə salamlaşmaq, hal-əhval tutmaq və ya alış-verişdə soruşulması mümkün olan şeylər haqqında danışmaq olar. Bundan başqası isə icazəli deyil. Xəlvətdə danışmaq və söhbət etmək olmaz. Bugün xəlvətin ən şiddətli formalarından biri bu WhatsApp-dır. Əgər Allahdan qorxulmasa, bu şeytanın buynuzlarından birinə çevrilər. Bu, neçə-neçə əməli salih kişini və qadını, hətta sadəcə söz də olsa belə, Allahın haram buyurduğu şeylərə sürükləyib. Ehtiyatlı ol. Naməhrəm bir qadınla bu WhatsApp vasitəsilə danışmaqda səhlənkarlığa yol verməkdən çəkin. Hətta işin əvvəli xeyir olsa, yaxşılıq və təqva üzərində yardımlaşmaq, dəvət məsələlərindən danışmaq və ya pisliklərin qarşısını almaq olsa belə. Çünki şeytanın bir giriş qapısı var. Mən əvvəllər də demişəm, indi də deyirəm. Şeytan bu sosial şəbəkələr vasitəsilə əməli salih insanlara yol tapıb, onları hiss etdikləri və ya hiss etmədikləri şəkildə harama sürükləyir. Ehtiyatlı olun, ey qardaşlar, ehtiyatlı olun. Xülasə odur ki, elçi düşən şəxsə öz nişanlısı ilə danışmaq yalnız naməhrəm bir kişinin naməhrəm bir qadınla danışması halal olan həddə qədər halaldır. Allah Taala'dan hamımızın əməlini qəbul etməsini diləyirəm. Allah hər şeyi daha yaxşı bilir. Peyğəmbərimizə salat və salam olsun.